Xoş gördük əziz dinləyicilər. İstər-istəməz İranda baş verən bu kritik vəziyyət bütün region ölkələrinə və qonşulara da təsir edir. Əlbəttə ki, mənfi təsir edir. Bu mənada mən bir neçə dəfə bu barədə sizlə danışmışam ki, buna hazırlıq görmək lazımdır. İstər Azərbaycan olsun, istər Türkiyə olsun. Bilirsiniz, biz bu məsələdə Türkiyə ilə birlikdə hərəkət etmək, Pezeşkiyanla birlikdə hərəkət etmək zorundayıq. Bu günləri mən Azərbaycan dövlət qurumlarında da nəhayət buna hazırlığın bir simptomunu gördüm. İstər Fövqəladə Hallar Nazirliyi olsun və digər nazirliklər də buna hazırlaşdığını gördüm. İstər məktəblərdə, istər digər ərazilərdə birdən İrana zərbə vurularsa nə etmək lazımdır? Müəyyən hiss olunur ki, hazırlıqla Azərbaycan xalqını buna hazır etmək istəyirlər ki, bu çox müsbət bir addımdır. Həqiqətən biz buna hər bir mənada istənilən hadisəyə biz hazır olmalıyıq. Və ikinci bir mənada isə bu günləri biz məsələni reallıqda Türkiyə ilə birlikdə işləməliyik. Çünki hər bir şeyə, mən düşünürəm əlbəttə burada bir dövlət ağlı yəqin ki var, Türkiyədə bir dövlət ağlı var və istənilən İranda baş verəcək hadisəyə hazır olmaq zorundayıq. İkinci isə keçirik İran ərazisinə. Bu günləri beynəlxalq ana dili günüdür. O beynəlxalq ana dili ki, məhz bu günləri İranın prezidenti Pezeşkiyan da mən Azərbaycanlıyam və bunu mən Türkəm və Türk olmağımla da fəxr edirəm deyib hakimiyyətə gəlib. Bu özü bizə onu deyir ki, bu günləri İranda olan 48 milyon və çoxluq olan türklərin hesabınadır ki, əgər sən mən Türkəm deyirəmsə və hakimiyyətə gələ bilirsənsə, demək ki, orada türklər çoxluqdur. Bu günlərdə Pezeşkiyanın çox gözəl, maraqlı bir çıxışı oldu və o da bildirdi ki, biz Çinə, Rusiyaya arxalandıq. Çindən 400 milyon, halbuki mən bu barədə sizə məlumat vermişdim, 400 milyon milyard dollarlıq sərmayə gəlir, amma bunun heç nəyi görsənmir, heç nə yoxdur, heç kəs bizə sərmayə qoymuyor, yalan söhbətlərdir, müqavilələr imzalanıb, heç nə yoxdur. Heç nə də olmayacaq. Ona görə də orada islahat keçirtmək lazımdır. Ona görə də orada Amerika ilə və vacib ölkələr, region ölkələri işləmək lazımdır. Bu günləri o regionun qədərini həmişə Azərbaycan türkləri, həmişə türkmənlər bədirləyiblər. Nə vaxt ki orada hakimiyyətə bir fars gəldi, bir fars ideologiyası gəlir, onda o ərazinin həqiqətən çox ağır vəziyyətə düşür, zibili çıxır deyə bilərik. Bu günləri mən orada olan hakimiyyətdə pis yaxşı Azərbaycanlılardır. Onların dərin dövlətçiliyi varsa, əgər düşüncələri varsa, nəhayət bu günləri geriyə dönməlidirlər bu fikirlərindən. Necə geriyə dönməlidirlər? Bugün Amerika sərhəddədir. Bugün Amerikanın İranı vuracağını şəxsən məndə 99% fikirlər belədir ki, vuracaq. Buna görə İranın o Azərbaycanlı, o dərin dövlətçiliyi nəhayət işə keçməlidir. Biz 1000 illərdir oranı idarə edirik və bu mənada nəhayət onları başa salmaq, hakimiyyətdən getmək, hakimiyyəti rejimi dəyişmək, rejimi məhz prezidentə həvalə etmək və prezidentin səlahiyyətlərini tanımaq, Sepahı və digər o mənfur orduları dəyişib İran silahlı qüvvələri yaratmaq lazımdır. Və düşünürəm ki, bu günləri Azərbaycan gücü orada öz sözünü deməlidir. Bu günlərdə beynəlxalq ana dili günüdür. Məhz Pezeşkiyan da orada olan Azərbaycan Türk məhfumunu qaldırmalıdır. Bu günlərdən istifadə edib. Məhz bu gün Amerikanın o təzyiqlərindən istifadə edib. Nəhayət o insanlar başa düşməlidirlər ki, əgər ora zərbə vurularsa, nə Xamneyi sağ qalacaq, nə Sepah sağ qalacaq, nə generallar sağ qalacaq. Mümkün deyil. Bu gün Amerika dünyada kifayət qədər fövqəl bir gücdür. Bəşəriyyət içərisində ən fövqəl gücdür. Onun qarşısında durmaq mümkün deyil. Ona görə də nəhayət o Azərbaycanın o imperiya beyni, nəhayət o Azərbaycanın imperiya beyninə mən güvənirəm. Çünki Pezeşkiyanın bu günləri, bu formada açıqlamaları da əslində onu deyir ki, biz Qərblə, biz Amerika ilə bir yerdə oturmalıyıq və İranı xilas etməliyik. Bu xilas üçün də düşünürəm ki, o imperiya beynimiz işə keçməli və nəhayət İranı bu faciədən qurtarmaq lazımdır. Nəhayət çalışmaq lazımdır, Amerika ora zərbə vurmasın. Bunun da bir yolu var. Hakimiyyəti Pezeşkiyana vermək, Pezeşkiyan Azərbaycan xalqı və İran xalqı tərəfindən seçilib və ölkəni prezidentli respublikaya çevirək. Prezidentli respublikaya çevrildikdən sonra orada bütün millətlər, çoxluq əlbəttə Azərbaycan türklər seçiləcəklər və bütün millətlər də Azərbaycan
Türk fenomeninə inanırlar. Çünki min illərlə o insanları məhz Türk fenomeni idarə etdi. Heç bir milliyyətçilik yaymadan, heç kəsi xor görmədən, heç kəsə özünə üstün baxmadan, kiməsə aşağı baxmamaq vəziyyəti ilə idarə ediblər və düşünürəm ki, bu günləri bunun zamanıdır. Nəhayət İran ağlı və pezeşkiyan hərəkətə keçməlidir. Səlahiyyətləri az olsa da nəhayət o Xamneyini başa salmaq lazımdır. Təşəkkür edirəm diqqətinizə görə.